xarakterli istəyərdim bir məsələyə toxunum. Bildiyimiz kimi bu üç mövzudan ki, birincisi İmam Hüseyin əleyhissalam, ikincisi Həzrət Əbəlfəz, üçüncüsü İmam Səccad əleyhissalamdır. Mərkəzində kimlik yanır? Mərkəzində Həzrət Əbəlfəz yanır. Fikir verirsə, üç mövzudun sahibləri haqqında, məsələn, İmam Hüseyin əleyhissalam haqqında tükənməz məlumatlar var. Yaxud İmam Səccad əleyhissalam haqqında kifayət qədər məlumat var. Amma ən az məlumat onların arasında demək olar ki, Həzrət Əbəlfəz haqqındadır. İstəyərdim, Həzrət Əbəlfəz haqqında bir ayə hədisliyim, inşallah dəyərli alimlərimiz iştirak edirlər, onlar öz tövbələrini verəcəklər. Allah hər birinə can sağlıq, gözəl əmlər, gözəl aqibət nəsib eləsin inşallah. Yazı gəlirsə, biz cümlə günü İmam Hüseyin əleyhissalam haqqında bir hədis söyləmişdik ki, İnnəl Hüseyin babun min əvvabil cənnə. Hüseyin cənnət qapılarından biridir. Mən ərəfəhu və əhəbbəhu dəxələl cənnə. Kim onu tanıyarsa və sevərsə cənnətə daxil olar. Bu hədis əslində sanki insanın həyat proqramının göstəricisidir. İnsan üçün həyat proqramını tərtib edir. Nə deyir? İnsan əgər istəyirsə ki, doğrudan da cənnət əhli olsun, çünki insanın ən ali məqsədlərindən biri əbədi səadəti əldə etməkdir axı. Əbədi səadətdə cənnətdir, düzdür. O cənnətə gedən yol nəydən keçir? İmam Hüseyni tanımaqdan. Əgər cənnət əhli olmaq istəsə, cənnətə daxil olmaq istəsə, gərək İmam Hüseyin əleyhissalamı tanıyasan və İmam Hüseyni tanıyan şəxsdə istərsəməz o məhəbbət yaranacaq, o Həzrətə tərəf bir məhəbbət yaranacaq, o məhəbbət aparıb sonunda insanı cənnətə çatdıracaq. Allah hər birimizə bunu nəsib eləsin. Və bildiyimiz kimi İmam Hüseyni tanımağın bir neçə yolu var. Biri də Həzrət Əbəlfəz Abbas əleyhissalamdır. Kim Həzrət Əbəlfəzi tanıyarsa, o əzəmətli şəxsiyyəti, Əbəlfəz Abbas əleyhissalam kimi əzəmətli şəxsiyyəti tanıyandan sonra biləndə ki, o əzəmətli şəxsiyyət öz canını qardaşı İmam Hüseynə fəda edib, görün İmam Hüseyin kimdir? Səbəbiyim. Ona görə Əbəlfəz haqqında qısa şəkildə bunu deməyə kifayət edir ki, Həzrət Əbəlfəz imanı rəftara necə çevirmək olar? Onun kamil nümunəsidir. İnsan necə eləsin ki, öz imanını əmələ, rəftara, davranışa çevirsin. Bunun üçün Həzrət Əbəlfəz kamil bir nümunədir. Və biz çox xarakterlərinə yox, bir xarakterinə toxunaq və çalışaq ki, onu əldə edək. Bir xarakterini götürək, amma ona sadiq qalaq. Hansı xarakterdir? Quran-ı Kərimdə Allah Teala ayrı buyurur ki, Minəl mu'mininə ricəlun. Möminlərdən elə kişilər var ki, sadaqu alə mə əhədullahə aleyh. Allaha verdikləri sözə sadiq qalırlar. Sözə sədaqətli qalmaqda Həzrət Əbəlfəz kamil bir nümunədir. Bugün İslam dünyasının ən böyük problemi nədir? Düşmən deyil ki, İslam dünyasının düşməndən böyük problemi müsəlmanların özlərində sədaqətə sahib çıxmamaqdır, söz verib sözdən qaçmaqdır. Əgər sözümüzə sadiq çıxmağa çalışırıqsa, bir nümunə axtarılırsa, Həzrət Əbəlfəz bizə kifayətdir. İmam Səccad əleyhissalam, əmsi Əbəlfəz Abbas əleyhissalam haqqında bu ki, Rəhməllahu ammiyəl Abbas, Allah mənim əmim Abbasa rəhmət eləsin. Deyir ki, Fələqad əsərə və əblə və fədə əxahu binəfsi. Səbəbini açıqlayır, niyə görə rəhmət eləsin? Çünki o qardaşı özündən üstün tutdu. İmam Hüseyni özündən üstün tutdu. Və özü barədə, nəfsi barədə, qardaşı barədə nəfsini sınağa çəkdi və canını qardaşına fəda verdi. Bax, belə bir şəxsiyyətin, belə əzəmətli şəxsiyyətlərin, üç əzəmətli şəxsiyyətin mövquduna yarışmışıq. Allahdan təmənnamız bundan ibarətdir ki, bizi inşallah dünya, axirət, hər üç əzəmətli şəxsiyyətin nurundan, lütfündən bəhrələnənlərdən eləsin. İnşallah bu niyyətə Peyğəmbərə salavat zikr edək.